Bugün sizə 3 dəqiqə 30 saniyəlik bir video danışacağım, bir vlog çəkmişəm. Ofisdə sadəcə səhərimi çəkmişəm, amma niyə ofisdə səhərə qədər qaldım, bundan danışacağım. İlk növbədə sizlər üçün mükəmməl bir təlim hazırlayırdım və o qədər uzun çəkdi ki, gecən ofisdə qalmalı oldum. Təbii ki, günlük rutin, səhər əlimi üzümü yudum və bu təlim 19 aprel olacaq. İlk dəfə olaraq 3 bloku birləşdirdiyim bir təlimdən danışacağım. Təlimə gəlməmişdən öncə özümdə analiz etdiyim bəzi bir şeylər var, istəyirəm sizinlə bunları bölüşüm. İnsanın həyatında ən çətin mövzu disiplindir. Mən də şuur sayı 6 olaraq, ayın 6-sı doğulan biri olaraq, hətta burada qaşlarımı çatmamdan da görə bilərsiniz ki, səhər tezdən durmadan narazıyam. Və disiplinə girmək həqiqətən də çox önəmlidir. Hər gün müəyyən bir rutin, müəyyən bir saatda müəyyən bir şeylərin edilməsi, məhz bunlar bizi uğura aparır. Hər gün hədəflərin yazılması, mantraları təkrarlamaq və əmin olun ki, gün gələcək ora yazdığım hədəfləri paylaşacağım. Orada çox böyük hədəflərim var və təbii ki, bu bizim üçün hər birimizə çox vacibdir. Və bu təlimdə nə olacaq? 19 aprel təlimində doğum günlərinin analiz edəcəm. Bilirsiniz ki, mən rəqəmsal coach, business coach sayılıram və hər şey doğum günündə gizlidir. Bizim uğurumuz, bizim qazancımız, bizim hər bir şeyimiz doğum günündə gizlidir və təbii ki, fürsətdən istifadə edərək samuraylarımı sizə göstərirəm. Şuur sayı 6 yaradıcılıqda reallaşır. Maksimum yaradıcılıq qatmaq istədim bu videoya da, amma mövzumuz bu deyil, mövzumuz enerjini təmizləməkdir, satxu taxtasıdır. Təbii ki, tam satxu deyil bu, yəni mismarlar deyil, taxtadandır. Taxtadan olmasına baxmayaraq təxminən üzərində 15 dəqiqə dayandım. Çətin idi, asan deyildi və təbii ki, ayağımı özünüz görürsünüz. Disiplin həqiqətən çox önəmlidir. Və təlimdə başqa nə olacaq? Birinci blok doğum günləridir. İkinci blok şəxsi illərimizdir. Çünki hər birimizin şəxsi ili bizim qərar verməyimizin doğru olub olmadığını deyir. Üçüncü vacib böyük blok isə matriçamızdır. Doğum tariximizdə olan və olmayan rəqəmlərin analizidir ki, bu ən vacib şeylərdən biridir. Və mən bu təlimə yalnız 25 nəfəri götürəcəm. Təlimdə iştirak eləmək üçün kommentə plus atmağınız kifayətdir ki, mən bunu görüm. Amma bu qədər böyük bir təlimi, yəni ortalama olaraq 3 saatlıq bir təlimi ödənişsiz eləyə bilmədim. Ödəniş qoymaq məcburiyyətində oldum. Normalda hərəsinin qiymətinə bir qiymət təyin elədim, cəmləşdirdim və cəm 33 manat təyin elədim. Düşünürəm ki, 25 nəfəri bir təlim formalaşacaq. Mən də özümü, bu günümü ofisdə davam edirəm, özümü verirəm mənzərəyə və daha çox belə videolar üçün səhifəmə abunə olmağı unutmayın və paylaşın təbii ki də.